Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Allah bütün oruc və ibadətlərimizi və ibadətlərimizi qəbul etsin. Mən bugün əslində bir proqram hazırlamaq fikrim yox idi. Amma çox qısa bir görüntünü xidmətinizə çatdırmaq istəyirəm. Və bu görüntünün vasitəsilə görməliyik ki, əslində görəcəyik ki, bu video bugün dünyada üryanlaşan mübarizənin, yəni tərəfləri artıq xeyir və şər, haqq və batil olduğu üryan şəkildə günü-gündən daha çox məlum olmağa başlayan mübarizənin siyasi, iqtisadi və müxtəlif sahələrdə və müxtəlif sektorlarda müxtəlif adlar qoyulmasına rəğmən əsl fəlsəfəsini bizə göstərən bir dəqiqədən də az olmalıdır, bir görüntüdür. Əlbəttə biz bu görüntünü Telegram kanalımızda bayaq paylaşmışıq bugün ərzində. Ola bilər, deyirsiniz ki, bəzilərin fikrinə gələr ki, bu təbiidir, normal zarafat filan. Xeyr. Birincisi ona görə xeyr ki, insanda yaradılış baxımından bəzi xüsusiyyətləri olur. Fərdi və ya ictimai bir toplum şəklində o xüsusiyyətləri itirəndə, məsələn, müsbət bir qeyrət xüsusiyyəti olur. Bir toplum o qeyrət xüsusiyyətini itirdikcə, bir neçə dəfə barəsində məxsusi proqram çəkdiyimiz donuzlar cəmiyyəti formalaşır və orada cəmiyyətin hər növ namusunu və qeyrətini gözünün qabağında alırlar əlindən. Bu cəmiyyət ona reaksiya vermir. Çünki reaksiya verməsi üçün fitrətindən və müqəddəs hisslərindən uzaq düşüb ki, nə vaxtsa o hisslərə qayıdacaq məcbur olub. Onda böyük ağrı hiss edəcək. Birinci, buna görə təbii deyil göstərəcəyimiz bu görüntü. İkincisi, niyə görə təbii deyil? Ona görə ki, bu görüntülər siyasi görüntülərdir və bu siyasi, bütün dünya bilir ki, bunu siyasi arenada siyasətçilərin hərəkətləri, bədən dili, davranışları, danışığı, hansı hərəkətin müqabilində hansı hərəkət etmələri, hamısı ümumi bir dili çatdırır və mesaj çatdırır. İndi isə gəlin bu görüntüyə baxaq. Bəli, bu görüntüdə sadəcə Trump gəlir Qəzzə sülhü. Təsəvvür edin, 2 ildən biraz çox vaxt ərzində Tufanul Əqsadan bu tərəfə balası quduz iti bəsləyən evangelizmin sarı donuzu Trump 70 mindən çox günahsız adam öldürür Qəzzədə. Qəzzə sülhü təşkil edir. Bu tədbirin bir biabırçılığı. 2, Qəzzə sülhü təşkil edir, ətrafına da ət parçasından hətta daha düşük qiymətə sahib olan dırnaqarası müsəlman ölkələrinin hakimiyyət başçılarını yığır. Dırnaqarası müsəlman liderləri deyək, ətrafına toplayır. Amma mənim işim burada deyil. Bugün bu görüntünü biz Telegram kanalında yerləşdirdik xəbərlərdə. Orada var idi də yazılmışdı ki, görürsünüz, Trump burada qızıldan olan deyir, çəkici götürür, oğurlayır, aparır. Bu bilirsiniz nədir? Bəli, necə deyərlər, qeyrətsiz bir toplumda, qeyrətsizliyə alışmış bir toplumda bunu demək olar. Əzizlər, bizi bu proqramlarımızı izləyənlər bilir. Biz cəbhəmiz məlumdur. İnsanlığın həqiqi azadlığını təşkil edən İslam cəbhəsi. Amma bir neçə dəfə proqramlarımızda demişik, xahiş edirik, hər kəs öz prizmasından yanaşsın. Biz hər kəsin prizmasından baxıb deyirik buna. Din yoxdur, din var,
nə bilim, hansı millətdənsən, fərqi yoxdur. Bir mövcudsan, bir varlıqsan və varlıqların ən üstün olan insansan. İnsana necə baxırsan, bax. Humanizmlə baxırsan, liberalizmlə baxırsan, demokratiya ilə baxırsan, diktatura ilə baxırsan. Hansı prizmadan baxırsan, bax. O insanlıq vicdanı ilə bax buna. Təsəvvür edin, bir sıra müsəlmanlıq iddiası eləyən ölkələrin rəhbərləri müsəlmanlığa qarşı olmazın mübarizələr davam etmiş və davam etməkdə olan şeytani bir simvolik cəbhənin görünən başçısının əmri altında dayanıblar, düzülüblər arxasında. Bu da öz köməkçisi ilə. Bunların məlumdur da, bu liderin, bu şeytan cəbhəsinin lideri Trump'ın Epstein məsələləri də məlumdur. Vance də yanında oturub köməkçisi. Bunlar oturub, o birilər də durub başının üstündə ağıllı məktəbli şagirdlər kimi tale yüklü məsələ həll eləyir. Abraham müqaviləsindən gəlib düşüblər indi də Qəzzə sülhü. O Qəzzə sülhünün iclasına Trump başçılıq edir ki, 2 ildən çox müddətdə 72 min ən son statistikalara əsasən Qəzzəliləri qətliama düçar edib. Bu Trump. Və bunun başında özünə əqidə baxımından, ideoloji baxımından müsəlman deyən, müsəlman ölkələrinin liderləri toplaşıb. Qəzzə də xalqı müsəlman xalqıdır. Neytral baxın, ha. Sadəcə iki tərəfə baxırsınız, iki də rəqibdir. Müsəlmanam deyən və ya ərəbəm deyən və ya nə bilim qonşuyam deyən hər prizmadan baxırsan, bax, yığılıblar bu qatilin başına. Qatil hakimdir. Bu bilirsiniz nədir? Hər baxışdan baxanda. Bu qatil də əlində qızıl çəkiclə axırda tale yüklü məsələni vurur, tap-tap güyə zarafat edir və qızıl çəkici də oğurluyur. Birincisi budur ki, sizin hakiminiz mənəm, siz ət parçasından o tərəfə bir şey deyilsiniz. Diqqət edin, ha. Siyasi dildə var axı dediyi burada. Deyə bilmərik normal bir şeydir. İkincisi budur, sizin əvvəl və axır qəzavətinizi və hökmünüzü mən verirəm, son hökmü də mən verirəm. Üçüncüsü budur, o deyirik, saqqızı oğurladılar, qızınızı oğurladılar. Sizin dəyər, niyə görə elçilikdə qız evi daha çox sözə malik olur? Çünki dəyərli bir əmanət verir, dəyərli bir gül verir qarşı tərəfə, dəyərli bir, necə deyərlər, varlığı tapşırır qarşı tərəfə. Üstün budur. Bütün müsəlmanların və dünyanın azadlıq sevərlərinin gözü Fələstindədir. Hətta bu vəhşinin öz idarə etdiyi sistemdəki ölkədə, Amerika sistemindəki xalq belə Qəzzənin xalqını müdafiə edir. Və ən çox da bura yığılan ət parçaları var, ha, ki, müsəlman hökumətlərinin liderliyini iddia edirlər, ha. Bu ət parçalarının xüsusi görünür dünyadakı Fələstinin güya halına yanması, yəni Fələstinə sahiblənməsi, dırnaq arası. Bu o deməkdir ki, üçüncü mənası, bu Trump gəlib deyir ki, sizin o dəyərli qızınız var, əşya deyəydi, əşya deməyəydi, əşya yəni varlıq mənasında, dəyərli gül Fələstin. Onun taleyini mən həll edirəm və sonda da onun taleyini həll etdiyim qızıl çəkic, məhkəmənin çəkici də məndə qalacaq. Yəni, siz kimsiz ki, sizdən də qız istəyəm? Ha? Qızıl çəkic, Siyonist Yahud protokollarında gələn qızıl, xoşbəxtlikdən qızıl və mətbuat bizim əlimizdədir. Yəni, iqtisad və media. Siz kimsiz ki? Hələ arxada görürsünüz də bizim o Müzəffər Dəmir, dırnaq arası dəmir yumruğu, şagird kimi dayanıb, elə də həvəslə baxır ki, nə vaxt bu
Epstein məsələlərinin qəhrəmanı, biqeyrət və qumarbaz mənə də tərəf dönəcək. Niyə görə qumarbazdan bu qədər xoşu gəlir? Olmuyor. Nə bilim, vallah, indi bildiniz də. Görün ölkəmizi kim idarə eləyir? Qızını icazəsiz gəlib evindən aparılmasına göz yuman müsəlman liderlərindən biri. Amma sonunda bir videoda izləyək. Yenə də deyirəm, Allah şahiddir, mən buna öz, necə deyərlər, məzhəb prizmamdan baxmıram. Normalization deyirlər. Normalization eləyin zehninizdə. Gəlin görək, bu hər evinin namusunu peşkeş verən və sonra da o namusun verilməsi hökmündə iştirak edən qızıl çəkicin oğurlanmasına belə göz yumub, şax kimi onun dalıca baxanların qarşısında bunlardırmı bunlar, bu baxanlardırmı müsəlman, yoxsa bunların qarşısında indi sizə təqdim edəcəyimiz video. Bax, xalqların oyanış dalğası budur. Bir də izləyin, digər bir videonu izləyin. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik. گفت رفتم خواستگاری همه چی تمام شده، موضوع در 2 کلمه باقی مونده. من میگم ما دختر شما رو میخواییم، اونا میگن غلط میکنید. حالا ملت ایران به طرف مقابل گفته غلط میکنید.